İndi isə keçid edirik suallarımıza. Suallarımızın bir qismini sizinlə paylaşıram. İlk sualımız belədir. Gəncə və Qazax xalçaçılıq məktəbinə aid olan variantı seçin. A. Qaymaqlı Pirəbədil Sırtçıçı. B. Sərabi Novxanı Çıraqlı. C. Çıraqlı Borçalı Faxralı. D. Xiləbuta Şeyx Səfi Malıbəyli. Y. Borçalı Qaymaqlı Qımıl. Hansıdır müəllimlər? Düşünün. Bəli, cavabımız C variantı olacaq. Digərlərinə baxırıq. Qaymaqlı hansı məktəbə aiddir? Qazaxa aiddir. Pirəbədil Qubaya aiddir. Sırtçıçı da Qubaya aiddir. Sərabi Təbrizə aiddir. Novxanı Bakı xalçaçılıq məktəbinə aiddir. Çıraqlı Gəncəyə aiddir. Xiləbuta Bakıya aiddir. Şeyx Səfi hara aiddir? Təbrizə. Malıbəyli də Qarabağa aiddir. Borçalı hara aiddir? Borçalı da Gəncə Qazaxa aiddir. Qaymaqlı da Qazaxa aiddir. Qımıl isə Quba xalçaçılıq məktəbinə aiddir. İkinci sualımıza keçid edirik. Gördüyünüz bu xalça hansı xalçaçılıq məktəbinə aiddir? Biraz düşünmək üçün sizə vaxt verim. Hansı xalçaçılıq məktəbinə aid idi bu xalça? Baxın diqqətlə. Bəli, bu xalça A variantı olan Qarabağ Malıbəyli xalçasıdır. Üçüncü sualımız isə belədir. Kontrast rənglər və altıbucaqlı göllər hansı xalçaçılıq məktəbinə aiddir? Bayaq dedimə, diqqət edin. Altıbucaqlı hara aid idi? Altıbucaqlı göl. Bəli, altıbucaqlı göllər Gəncə və Qazax məktəbinə aiddir. Doğrudur. İndi dördüncü sualımıza keçid edirik. Sual belədir. Hansı xalçaçılıq məktəbinin xüsusiyyətlərində fon rənglər dolğun qırmızı, tünd göy və açıq sarı olur? Bunlar hansı xalçaçılıq məktəbinə aid idi? Dedimi göz yaxdaşı ilə yadınızda saxlayın, sarı rəng. Sarı rəngi biz ən çox harda gördük? Bəli, Təbriz xalçalarında gördük, doğrudur. Beşinci və son sualımız isə belədir. Ornament hansı xalçanın naxışıdır? Əziz müəllimlər, gördüyünüz bu ornamentin adı Hind toyuğudur. 5-ci sinif dərsliyində qeyd olunub. Bu naxışı siz görə bilərsiniz. Toyuğu. Hind toyuğu hansı xalçanın naxışı idi? Harda oxuduq biz Hind toyuğunu? Bəli müəllimlər, Hind toyuğu Quba xalçalarında qeyd olunan Quba xalçalarındakı naxışlardan biridir. Bu qədər müəllimlər testimizin sonuna gəldik. Diqqətinizə görə təşəkkür edirəm.